Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Şərifli Yusif. Bugündən etibarən Azərbaycan Respublikası Gənclər Fondunun rəqəmsal qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi süni intellektlə gücləndirilmiş elektron ticarət dərslərinə başlayırıq. Və ilk öncə sizə məlumat vermək istərdim ki, bu dərslərdə biz sizə sıfırdan elektron ticarətə necə başlamaq olar, elektron ticarətə başlayarkən hansı prosesləri keçməlisiniz, hansı addımları izləməlisiniz, onlar haqqında geniş məlumat verəcəyik. Və bu təlim Azərbaycan platformasında olmayan bir təlimdir. Hansı ki, bu formada, bu məzmunda hal-hazırda YouTube-da məzmun yoxdur. Və Azərbaycan Respublikası Gənclər Fondu da qrant müsabiqəsi elan etdikdə öz həvəsli olduğum bu sahə üzrə mən də öz layihəmi verdim və layihəm qəbul olundu. Və layihənin qəbul olunması ilə biz sizə bu dərsləri çəkmiş oluruq. Bu səbəbdən də Azərbaycan Respublikası Gənclər Fonduna öz təşəkkürlərimizi bildiririk. İndi isə mən sizə kompüterin ekranını alacağam və bu gün üçün elektron ticarətə giriş haqqında məlumatlar verəcəyik. Elektron ticarət haqqında ilkin anlayışları verəcəyik. Daha sonraki dərslərimizdə isə dediyim kimi bunların hər birinə geniş toxunacaq. Necə sayt qurulacaq, saytı addım-addım qurmağı sizə göstərəcəyik. Hansı toplantılar var, hansı toplantılarla işləyə bilərsiniz, hansı toplantılarla isə daha böyük büdcəyə sahib olduqda işləyə bilərsiniz. Ümumiyyətcə nə satmalısınız, nə satmamalısınız, reklamları necə idarə edəcəksiniz, hansı platformada onlayn ticarət saytınızı qurmalısınız, elektron ticarətin hüquqi tərəfləri nədir, hansı vergi öhdəlikləriniz var, hansı formada öz şirkətinizi yarada bilərsiniz və bunların hamısı Azərbaycan bazarına uyğun olacaqdır. Eyni zamanda biz sizə elektron ticarətdə önəmli olan məsələlərdən biri olan çatdırılma prosesini necə həll edə bilərsiniz, çatdırılma problemini necə həll edə bilərsiniz, onun haqqında məlumat verəcəm. İndi isə kompüterimizin ekranına keçək. Gördüyünüz kimi biz burada layihəmizin adı ki, süni intellektlə gücləndirilmiş elektron ticarət təlimi və burada da qeyd etmişik ki, biz sizə bu təqdimatda elektron ticarətin əsasları, texniki baza, məhsul idarə etməsi, logistikanın çatdırılma hissəsi, rəqəmsal marketinq hissəsi, yəni məhsulumuzu tapdıq, saytımızı qurduq və məhsulu necə satıcı, yəni müştərilərə göstərə bilərik. Belə bir misal var. Sənin məhsulun nə qədər yaxşı olur olsun, əgər reklamı yoxdursa, onun alıcısı olmayacaq və seçdiyimiz məhsulu necə reklam edəcəyik, onun haqqında da ətraflı məlumat verəcəyik. Giriş. Ticarət və elektron ticarətə başlanğıc. Ticarət nədir? Elektron ticarət nədir? Ticarətin mahiyyəti. Ticarət ənənəvi elektron formada mövcuddur. Yəni həm keçmiş qaydada mövcuddur, ənənəvi olaraq mağazadan alqı-satqı, bazardan alqı-satqı, eyni zamanda isə elektron ticarətdən, yəni ticarətin rəqəmsal sahələrə daşınmasıyla, bizim telefonumuza, kompüterimizə daxil olması, sosial şəbəkə üzərindən satış etməklə ticarətlə məşğul ola bilərik. Elektron ticarətin bir sıra növləri var. Ümumiyyətlə bu ticarətin də növlərinə aiddir və eyni zamanda elektron ticarətə də aiddir. Hansı ki, burada gördüyünüz B2B, biznesdən biznesə, yəni tərəflər son istehlakçı, son istifadəçi deyil. Bunlar kommersiya məqsədindən, gəlir əldə etmək məqsədindən satış həyata keçirirlər. B2C bizim edəcəyimiz hansı ki, elektron ticarət növüdür ki, biz alacağımız məhsulu toplantıdan, pərakəndəçilikdən, bizim məhsulu toplantıdan almağımız B2B-yə aiddir. Yəni biz bunu biznes məqsədi ilə alırıq. Bizim satma prosesimiz isə B2C, yəni biznesdən istehlakçıya, müştəriyə olan hissəsidir. Eyni zamanda istehlakçıdan istehlakçıya var. Biz bura aid edə bilərik C2C, biz bura aid edə bilərik elan saytları vasitəsilə öz işlətdiyi məhsulu yenidən satan, ikinci əl məhsulları satan, yəni son istehlakçı artıq bunu aldı, istifadə etdi, bir müddətdən sonra digər bir istehlakçıya satır. D2C istehsalçıdan istehlakçıya. İstehsalçıdan, yəni arada vasitəçilər olmadan, hansı ki, mən istehsalçıyam və proses ümumiyyətlə belə davam edir ki, mən istehsal edib, hansı ki, bunu ticarət agentlərinə ötürürəm, onlar toplantılara ötürür bayilərə və s. gəlir çıxır istehlakçıya. Bir də var fabrikdən birbaşa satış. Elektron ticarətin tarixi və üstünlükləri haqqında danışaq. Ümumiyyətlə elektron ticarət bazarı artıq çox geniş bir bazardır və demək olar ki, istehlakçılar, yəni sizlər, bizlər, müştərilər ənənəvi ticarətdən daha çox elektron ticarətə üstünlük veririk. Hal-hazırda mən kompüteri təzədən kontrol edərək əsas ekranı ötürürəm və sizlə danışıram. Siz müştərilərə elektron, yəni bizlər əsasən seçirik artıq nəyi? Elektron ticarəti. Nə üçün? Çünki bizə zaman qazandırır. Və Azərbaycanda, dünyada deyil, Azərbaycanda elektron ticarətin inkişafı haqqında demək istəyirəm ki, Azərbaycanda elektron inkişafı daha çox pandemiyadan sonra fürsət tapdı və yayıldı. Pandemiya elektron ticarətin Azərbaycanda inkişafına böyük təsir göstərdi. Bundan sonra isə Azərbaycana Trendyolun, Temunun, Azonun daxil olması, eyni zamanda Umico Marketplace-in Azərbaycana daxil olması elektron ticarətin inkişafına fürsət verdi. Ümumiyyətcə görərik ki, xaricdə də hər bir lokal, yəni kiçik bir biznesin belə elektron ticarət saytı var. Çünki elektron ticarət sizin qarşınızdakı bütün sərhədləri qaldırır. Mağazanızın yeri, mağazanızın olan məhsulların sayı və s. bunları aradan qaldırır. Ödəniş seçimləri, çatdırılma xidməti bunları aradan qaldırır ki, müştəriyə istənilən vaxt çata biləsiniz və müştəri istənilən vaxt sizi tapa bilsin. Elektron ticarət geniş üstünlüklərə malikdir ki, biz burada
həm istənilən vaxtda 7/24 bizim üçün işləyən onlayn mağazamız var. Eyni zamanda müştərilərdən ödənişləri onlayn qəbul edə bilirik. Müştərilər çatdırmalarının harda olduğunu faktiki olaraq görə bilirlər və bu kimi asanlaşdırıcı üstünlükləri vardır ki, biz bu üstünlüklər haqqında danışacağıq daha ətraflı. Növbəti slaydımıza keçmək üçün Ctrl F2 əsas ekrana keçdik. Növbəti, bizə elektron ticarətdə lazım olan bir texniki baza vardır. Necə ki, fiziki mağazada bizim müəyyən bazamız olmalıdır. Misal üçün mağazamızın yeri olmalıdır, böyüklüyü, satacağımız məhsullar əsasən bir sahəsi olmalıdır. Eyni zamanda mağazamızın bir reklam adı olmalıdır mağazanın üstündə. Bunları isə elektron ticarətdə domen və hosting əvəz edir. Domen nədir? Düşünün, kontakt.az-a daxil olursunuz. TikTok'un hal-hazırda biz app olaraq istifadə etsək də bir saytı var, tiktok.com, orada daxil olursunuz. Bunlar elektron ticarətdə, yəni ümumiyyətlə saytda domen adlanır. Sizin adınız. Növbəti bir hissə isə var, hosting. Hosting isə sizin saytda yerləşdirəcəyiniz şəkillər, məhsul qiymətləri, videolar, bunların yerləşdiyi bir yer nəzərdə tutun. Sanki düşünün ki, sizin üçün internetdə bir kompüter yaddaşı var və siz o kompüter yaddaşına bu məlumatları yükləyirsiniz. Hostingi isə belə düşünün. Və siz hostinglə domeni bir-biri ilə əlaqələndirərək təyin edirsiniz ki, domenə daxil olduqda sən bu sayta get, mənim saytım bu ünvandadır. Bu bazada yerləşir. Ora daxil olur və beləliklə sayt müştəriyə göstərilir. Eyni zamanda elektron ticarət saytını qurmaq üçün biz ya proqramlaşdırma biliklərinə sahib olmalıyıq ki, sıfırdan elektron ticarət sistemi quraq və yaxud da hal-hazırda olan açıq tipli sistemlərdən istifadə edək və ya ödənişli SaaS elektron ticarət sistemlərindən istifadə edək ki, biz saytımız olsun, bir sistemimiz olsun, məhsulu hardan əlavə etməliyik, qiymət qoymaq yeri və s. şəkillər, bunların ola biləcəyi bir sistem var. Bunu isə siz növbəti dərslərdə tam aydın şəkildə başa düşəcəksiniz. Dediyim kimi, bu dərs elektron ticarətə giriş əhəmiyyətlidir. İndi isə yenidən qayıdaq slaydımıza. Elektron ticarət platformaları var ki, Shopify, WooCommerce dediyim hansı ki, elektron ticarət sistemidir. Biz saytda məhsul yerləşdirə bilməyimiz, idarə edə bilməyimiz üçün olan sistemlərdir. Növbəti dərslərdə bunlar haqqında görəcəyik. Və biz ticarətlə məşğul olarkən belə bir qayda var. Satarkən deyil də, alarkən qazanmaq. Yəni, necə həmin məhsulu ən aşağıya ala bilərəm, hansı toplantıdan ala bilərəm. Biz bu dərslərimizdə sizə Azərbaycanda olan toplantılardan danışacağıq. Demək olar ki, hər kateqoriyada məhsul satan, istər uşaq aid məhsullar satan, istər elektronika məhsulları satan, istər mobil telefon satan toplantılar haqqında məlumatlar verəcəyik. Hardasa onların iş sistemlərindən də məlumat verəcəyik. Ümumiyyətcə, elektron ticarətdə saytdan da önəmli məsələ nə satacağınızı və kimə satacağınızı təyin etməkdir. Və burada sizin mövcud olan kapitalınız əhəmiyyətli rol daşıyır ki, sizin nə qədər kapitalınız var və siz hansı məhsula yönəlməlisiniz, hansı məhsul haqqında bilikləriniz var və o məhsulu daha çox sata bilərsiniz. Ümumiyyətlə, elektron ticarətdə məhsuldan çox ümumi olaraq ticarətdə bilər ki, siz məhsulla yanaşı dəyər satmağa çalışırsınız müştəriyə. Ona bir həmən aldığı məhsulla dəyər ötürürsünüz və ya hər hansısa bir problemini həll edirsiniz. Əgər siz bu tipdə yanaşmasanız, o zaman ticarətdə uğurlu olmağınız mümkün deyil. Dediyimiz kimi, biz burada həm məhsul və toplantılar haqqında danışacağıq, hansı məhsulu seçməlisiniz, hansı toplantılar var və toplantılarla necə əlaqə qurmalıyıq. Növbəti hissədə elektron ticarətdə əhəmiyyətli olan mövzulardan biri isə çatdırılma məsələsidir ki, elektron ticarətdəki müştəriyə siz məhsul çatdırarkən, əgər çatdırılma xidmətləriniz doğru deyilsə, düzgün deyilsə, həmən məhsul zədələnə bilər və bu birbaşa sizə təsir edir ki, siz artıq burada həm müştəri, həm maliyyə itirirsiniz. Və yaxud da çatdırılma gec olarsa müştəri sifarişi ləğv edə bilər və yenə də siz yekun etibarilə itirirsiniz. Ümumiyyətlə, bu komponentlərin hamısının olması elektron ticarətdə uğurlu olmağınız üçün vacibdir. Və biz toxunacağıq da ətraflı bunlar haqqında danışacağımız, bacardığımız qədər biz sizə kuryer şirkətlərini tanıdacağıq, alternativ çatdırılma vasitələri haqqında danışacağıq və mümkün olduğu qədər həmən Azərbaycanda xidmət edən, misal üçün Azəri Kargo var, Runner var, bunları dəvət edəcəyik ki, elektron formada sizlərlə görüşdürək. Və gəldik dediyimiz kimi, elektron ticarətdə tutaq ki, biz satacağımız məhsulu tapdıq, kimə satacağımızı tapdıq, saytımızı qurduq, məhsulları oraya yerləşdirdik və burada növbəti bir problem yaşanır. Bizim alıcılarımıza biz məhsullarımızı necə tanıdacağıq? Dediyim kimi, belə bir ifadə var. Əgər sənin məhsulun nə qədər yaxşı olursa olsun, reklamı yoxdursa o məhsul satılmayacaq. Çünki faktiki olaraq alıcı o məhsuldan xəbərsiz olur. Və biz bu prosesləri rəqəmsal marketinq vasitəsilə həyata keçirəcəyik. Rəqəmsal marketinq kanalları çoxdur. SEO deyilən hissə var ki, siz saytınızı elə bir formada optimlaşdırırsınız ki, optimizasiya edirsiniz ki, Google, Yandex kimi axtarış motorlarında axtarış edən istifadəçilərin qarşısına siz daha tez çıxasınız. Bunun haqqında danışacağıq. SEM var ki, siz artıq SEO etmə müddətini gözləyənə kimi SEO-da uğurlu olacağınız müddəti gözləmək sizin bir qədər vaxtınızı alır və bu müddətdə siz satış edə biləsiniz deyə ödənişli reklamlar verəcəksiniz, hansı ki Google-a misal üçün. Və SMM. Azərbaycanda hal-hazırda geniş yayılmış SMM anlayışı var. Hər şeyi bir SMM-in üstünə yükləməyə çalışırlar və tam anlaşılmayan bir qavramdır hal-hazırda Azərbaycanda. SMM nədir? Sosial media marketinq. Yəni Instagram, Facebook və digər sosial medialar vasitəsilə biz məhsullarımızı reklam edəcəyik. Eyni zamanda e-mail marketinq vardır ki, biz burada sizin abunəlik sistemini qura bilərsiniz.
və bunların hamısını biz sizə dediyim kimi göstərəcəyik. Qeydiyyatdan keçən müştəriyə, hansısa bir məhsulu səbətə edib, əlavə edib almayan müştəriyə təkrar e-mail vasitəsilə xatırlatmaq, xüsusi endirimlər edərək müştərini yenidən sayta qazandıracaqsınız. Bunlar rəqəmsal marketinqin kanallarıdır. Sosial media reklamları hansı ki SMM-in bir hissəsidir bu. Sosial media reklamları Facebook, Instagram, TikTok, LinkedIn və Pinterest kimi reklamlarda, yəni bizim istifadəçilərimiz, bizim alıcılarımız hardadır, hansı platformadadırsa, o platformada reklam verərək satışlar həyata keçirəcək. Google Ads və SEO, bu isə Google-da display reklamları var, axtarış dediyimiz burada SEM, yəni axtarış reklamları var ki, onlar haqqında danışacağıq. Və influencer və content marketing. Hansı ki siz məhsulunuzu tanıtmaq üçün, əgər büdcəniz varsa, influencerlərə, tanınmış blogerlərə ödəniş edərək sizin məhsul haqqında paylaşım etmələrini təmin edə bilirsiniz və sizin səhifəyə müştəriləri yönəltməyini istəyə bilirsiniz. Bunlar haqqında danışacağıq. Və content marketing, content is king, content kraldır. Siz misal üçün ana və uşaq mağazanız var. Siz burada bloqlar, məqalələr yazaraq, ana və uşaqlarla əlaqədar olaraq video çəkərək, onların qlobal problemlərini işıqlandıraraq oradan bir bağ qurursunuz həm müştərilərlə, həm də ki onları bir növ saytınıza cəlb edib saytınızla, onlayn mağazanızla tanış edirsiniz. Bunlar haqqında ətraflı danışacağıq. Növbəti. Müştəri xidmətləri və satış sonrası dəstək. Bu slayd tam olmadığına görə burada ən əsas bir nöqtəni mən sizə qeyd edim. Sizin rəqəmsal marketinqdə biz bunların hamısını görəcəyik. Reklamdan geri dönən müştəri sayı məsələsi var. Son dövrlər biz bəlkə də qarşınıza çıxıbdı. Biz reklam etdik. 5 dollara 500 mesaj gəldi, 10 mesaj gəldi, 20 mesaj gəldi. Mesaj başına xərc 11 sentə düşdü, 10 sentə düşdü. Bu reklamın uğurlu olub uğurlu olmaması demək deyil. Reklamın əsl uğuru ondadır ki, siz bu reklamdan qoyduğunuz məbləğə uyğun reklamdan geri dönüş ala bilərsiniz. Və burada bir məsələ var. Müştəri reklamı gördü, sizin reklam vasitəsilə sizin sayta daxil oldu və ya sosial medianızdan, WhatsApp-dan sizə yazdı, məhsul almaq istədi. Əgər burada siz satış yönümlü deyilsinizsə, sizin satış bilikləriniz yoxdursa, əmin olun ki, o müştərilərin böyük əksəriyyətini, hətta 90%-ni, 95%-ni itirəcəksiniz. Və buna görə də biz sizə satış haqqında da məlumat verəcəyik. Satış nədir, satışı necə bağlamaq olar müştəriyə, necə təsir etmək olar ki, müştəri daha tez sizdən alsın, bunlar haqqında da danışacağıq. Və ümumiyyətlə biz müştərilərə satış edərkən müştərilərin məlumatlarını əlbəttə ki, özümüzdə saxlamaqla, misal üçün onların yaşını, cinsini, aldığı məhsulu özümüzdə bir crime sistemi, müştərilərin əlaqələr sistemi və ya müştəriləri idarə etmə sistemi demək olar, orada saxlayaraq biz bu datadan sonradan istifadə edəcəyik. Misal üçün absurd, bəlkə də biraz daha başa düşülməyən və ya daha böyük bir misal çəkək. Misal üçün bu gün sizin mağazanıza daxil olub onlayn mağazanızdan 5 sifariş verən müştəriyə siz növbəti proseslərdə uşağa aid digər məhsulların reklamını göndərirsiniz ki, uşaqlar üçün bu məhsulumuz gəldi. 1 ildən sonra göndərirsiniz ki, 1 yaşlı uşaqlar üçün geyim, 1 yaşlı uşaq üçün ayaqqabı. Növbəti 1 ildə, yəni uşağın 2 yaşı tamam olanda sizdə artıq o da tapar ki, bu ailənin övladı var və bu övlad böyüyür və sizin ana və uşaq mağazanız var. Tutaq ki, 10 yaşına tək uşaqlara məhsullarınız var və həmin yaş kateqoriyasına uyğun olan müştərilər üçün siz reklamları təkrar göndərə bilirsiniz, reklam göndərə bilirsiniz. Buna görə hər bir müştərinin məlumatını saxlamaq sizin üçün vacibdir və onlar artıq reklam etmədən qazanılmış müştəri olur. Ümumiyyətlə ticarətdə belə bir qayda var ki, köhnə müştərini əldə saxlamaq daha ucuz başa gəlir, nəinki yeni müştəri qazanmaq. Yəni hər zaman sizdən bir dəfə alış edən müştərini o qədər məmnun etməlisiniz ki, o müştəri daimi sizin alıcınıza çevrilsin. Sizin saytda çat və dəstək xidmətiniz olmalıdır. Bu sayt qurduqdan sonra danışacağıq ki, müştəri sizə daha tez çata bilsin, sizə yaza bilsin. Ümumiyyətlə Azərbaycan müştərisi hal-hazırda kiçik bizneslərdə, kiçik onlayn bizneslərdə belə deyək, məhsulu almamışdan öncə sizinlə kontakt yaratmaq istəyirlər və buna görə biz saytda WhatsApp-la sifariş, onlayn çat bölmələri quraşdıracağıq. Və burada məhsul və qaytarma və şikayətləri var ki, siz məhsul qaytarmalarını nəzərə almalısınız, Azərbaycan qanunvericiliyini nəzərə almalısınız, bunun haqqında danışacağıq, şikayətləri necə idarə edə bilərsiniz. Misal üçün, müştəri məhsulu qaytarmaq istəyəndə siz onunla müəyyən danışığa girə bilərək həmin məhsul qaytarmanın faizini aşağı indirə bilərsiniz, bunlar haqqında da danışacağıq. Və növbəti prosesdə layihəmizin əsas adından göstərdiyi kimi süni intellektlə gücləndirilmiş elektron ticarət dəstəri olacaq bizim dəstər və süni intellektdən dövrümüzün bir növ fövqəladə wow yaratmış effektindən, alətindən istifadə edəcəyik ki, biz süni intellekt və işlərimizi avtomatlaşdıracaq. Hansı ki, daha öncə dediyim kimi, biz burada elektron ticarətdə məhsuldan şəklini satırıq. Bu şəkillərlə biz necə satışa uyğunlaşdıra bilərik, bunlar haqqında da danışacağıq. Süni intellekti elektron ticarətdə əsasən nələrdə istifadə edə bilərik? Misal üçün, dediyim kimi, müştərilər yazmaq istəyir. Siz müştərilərə tövsiyə sistemi qura bilərsiniz ki, misal üçün, sizin uşağın neçə yaşı var, uşağın allergiyası varmı, yoxmu? Əgər allergiyası varsa, bu məhsulu deyil, bu məhsulu sifariş verə bilərsiniz. Bu süni intellekt müştərilərə əlaqələrdə də bizə kömək edə bilir. Və növbəti bir proses var ki, biz müştərilərin bizim saytdan sifariş verən müştərinin məlumatını biz avtomatik olaraq bir Google Sheet-də, yəni cədvəldə saxlaya bilərik, hamısını orada toplayaq, bu işləri bizim yerimizə avtomatikləşdirsin. Eyni zamanda analitik qərarlar verməyimizdə də kömək olur. Tutaq ki, bizim üçün böyük bir data toplandı və biz o datanı təhlil etmək istəyirik, satışlarımızı təhlil etmək istəyirik və bizim maliyyə bilgilərimiz bir o qədər deyil. Bu zaman süni intellektdən də istifadə edə bilərik. Eyni zamanda rəqəmsal marketinqdə
müştəriyə satış yönümlü reklamların hazırlanmasında biz işlərimizi asanlaşdıra bilərik. Nə etmək istədiyimizi süni intellektə bildiririk, süni intellekt bunu bizim üçün edir. Bu modulların hər birinə ayrı-ayrılıqda yanaşacağıq. Və yenidən sona yaxınlaşdıqda isə bildirirəm ki, elektron ticarət dərslərimizdə biz sizə öz saytınızı yaratmağı, hansı məhsulu sata biləcəyinizi, hansı məhsulu hardan daha ucuz ala biləcəyinizi, süni intellektlə məhsul haqqında xüsusiyyətləri yaradacağınızı, chatbot, yəni sizdən öncə bir müştərini qarşılayan, onun uyğun problemini alan və onu cavablandırmağa çalışan bir sistem qurmağınızı, toplantılarla necə əlaqə saxlayacağınızı, satış yönümlü mesajları necə çatdıra biləcəyinizi, reklamları necə daha az büdcə ilə daha çox doğru müştəriyə çatacağınız haqqında ətraflı danışacağıq. Sonda isə biz bir bonus blokumuz var ki, elektron ticarətdə. Bu dediyim kimi toxunulmamış mövzulardan biri də Azərbaycandakı elektron ticarətdə addımlayarkən hansı qanuni yolları keçməlisiniz, hüquqi yolları keçməlisiniz, hansı vergilər var, vergilərdən necə istifadə edə bilərsiniz, hansı vergi ödəyicisi olmağı necə seçəcəksiniz, hansı sizə daha çox sərf edir və elektron ödəniş sistemləri hansılardır Azərbaycanda, hansı ilə sisteminizi qoşmaq sizə sərf edir, hansı ilə sərf etmir və əgər uyğun olarsa, razılıq olarsa, həmən şirkətlərin də bir növ mütəxəssisləri ilə bir görüş, onlayn görüş keçirəcək sizinlə. Artıq bugünkü ilk dərsimizin, tanışlıq dərsimizin sonuna gəldik. Hər birinizə sonacan izlədiyiniz üçün təşəkkür edirik və növbəti dərslərdən xəbərdar olmaq üçün kanala abunə olmanızı xahiş edirik. Təşəkkürlər, minnətdarım.